بسم الله الرحمن الرحيم. الحمد لله الذي خلق السماوات والأرض وجعل الظلمات والنور ثم الذين كفروا بربهم يعدلون. والصلاة والسلام على الهادي البشير السراج المنير سيدنا سيد الأنبياء والمرسلين أبي القاسم محمد وعلى آله الطيبين الطاهرين ولا سيما بقية الله في الأراضين. أجمعي دعوت اليوم الله تعالى تقواسنا. Azizler, takvaz mardi ebediyete, bir sahati ki o sahanın heybetinden 124 bin peygamber titreyipler, ağlayıplar, korkuplar. Bir ömrü peygamberimiz ağladı. Diyende niye ağlayırsan buyuruydu, afala akunu abden şekura. Aya şakur bende olmayayım. Mənasıdır, gahi Allah'ın lütfu o kadar çoxdur, sözlə təşəkkür eləmək olmaz, ağlayacaqsan. Bir mənası budur ki, əbədiyyəti Allah-u Teala mülaqatına gediyəm. O mülaqat o kadar səhmicindir, zat-ı la yetənaha hara, zərrə onun bərabərində dayana hara. Odur insan gözün yumandan sonra peşmandır. Peygamberimiz vurdu, kafir de peşmandı, mümin de peşmandı. Hazreti dedi, ma min ahadin yemutu illa nedim. Peygamberimiz dedi, bir nefer dünyadan gitmeyi mecerin için nadimdi. Galu ve ma nedametuhu ya Resulallah. Dey ki, dedi, sual ederdi ki, ya Resulallah, nedameti bunun ne menedi? Hazreti dedi, in kâne muhsinen nedime en la yekûn ezdad. Yaxşı adam olsa peşmandır ki, niye zumarı az getirmişəm? Görək orada zumar daray toxey. Görək ki, zumar orada nağoğa düzəldik. Peygamberimiz vurdu, küllü dünyadan yukarıdır bu iki diyesen Subhanallahi velhamdülillah ve la ilahe illallah ve allahu ekber. Bir tane bu cümle görək orada ne iş görək. Ama ömrü harda keçip bunun. Ve in kâne musî'en nedime en la yekûne nuzi'. Eğer bu pis adam olsa peşmandı ki keşke ben ölmeydim. Keşke benim canımı almaydılar. Hem mümin hem kafir. Buna geçer dikkat ele. Hem mümin hem kafir. Dünyadan gedende nakam dünyadan gedək. Kafir niye nakam dünyadan gedək? Peygamber bir xat sahti. Dedi bu dünyadır, bu da ölümdür, bu da insanın arzularıdır. İşte arzusuna sata, geçe tutuzdura ama bilmeyi ki bu alemde tutuzdurmak olmaz. Alemde Allah rifahı rahatsızlığı her gelemeyip. Bir de görək ki ölüm geldi, tamam bunun basatını tuttu elinden aldı. Axı bu cürsən bir dənə bir ev düzəldirsən birden, neçə min milyar pulu bundan ne zor ayrılacaksan? Bu viladan ne zor ayrılacaksan? Orada nakam dey, kaldı yüreğinde. Nakam, o kafirinkidir. Ama mümin niye nakam değil? Mümin dey, Xudaya sana bir iş göre bilmədim. Xudaya sana uygun qabağıma çıxa bilmədim. Xudaya ma arafnake hakka ma'rifetik. Ve ma abednake hakka ibadetik. O zürey ki gələ səni tanıyaydım, tanıyanmadı. O zürey ki gələ sənə ibadet eləydim, eləyənmədim. Ürəyimdə qaldı. Nə geçərdi bu ayıqlıq indidən ola. Dünyada sən səfərə gedəndə birdən müsafirətdə yadıva düşər ki, bəzi şeylər qalıbdı evdə, götürməyibsən. Təəssüf elərsən, deyərsən, keşke yadımdan çıxmaydı, onları götürəydim. Ahirət səfəri də o cürdür. Nə qədər insanlar görək, eyvay, əsli mətanı qoyub qalıb. Əsli əsasiyə yadından çıxıb. İndi sən fərz elə kartı millin qalıb, şinasnamə qalıb, o kimlik kartların gedib. Nə qayrıysan orada? Bu ahirətdə də o cürdür. O da ahirette Allah heyde leyte 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 leyte.
Allah nəql elə şüffardan. Hey deyilər leytələr başlanır. Allah Quranda həm nə qədər leytə nəql eləyib. Leytə yəni ey kaş. Bu xanım üçün özün çıpaq buzur gəzdiyə. Bu bir ey kaşlar deyəcək. Abi səbr elə. 3 gün at oynatmaqla, ərdolamaqla bir şey gəlməyəcək əlinə. Amma gözün imanda görəcək ləhzə və ləhzə Allahın ayələrini ayaqlayıb. Biri mənə gəldi, dedi, qoyma qəbr üstə ayə yazalar. Cəmaat ayaqlay. Dedim, elə vurur, baxar, elə Quranı ayaqlay da. Elə bilirsən, qəbr sandıqda Quranı ayaqlanı. Bu iki rişvalı, bu iki ixtilasla, rantla özündə gedir, nə qədər sirvat satır, söyləyir də. Sən bir gecədən əzir bu sirvəti əl tapdın. Elə bu Quranın ayəsini ayaqlamaqdır. Quranın 16 ayə hicabı var. Allah hicabdan, iffətdən, örtükdən, həyadan danışır, sən deyirsən, yox. Onda fəzənu bi harbin min Allah. Onda Allahla elanı cəng elə. Kim Allahla elanı cəng elər? Məgər biri mübtəla və cunun ola. İndi leytələr başlanır. Vəlau tara. Allah Peyğəmbərə deyir, vəlau tara. Peyğəmbərə kaş görəsən, idvıqıfu alənnar. Elə ki, cəhənnəmin qabağına gətdilər, cəhənnəmin ləbəsinə istəyirlər, tökələr cəhənnəmə, fəqalu. Orada deyirlər, ya leytənə nuraddu və la nükəzzibə bi ayəti Rabbina və nəkунə minəl müminin. Ey kaş bizi qaytarırlar. Allah'ın ayəsini inkar eləməyək, hicab ayəsini inkar eləməyək və nəkunə minəl müminin. Allah'ın dəsturuna ləbbeçləyək. Bu bir. Və yevmə yəuddu zalimu alə yədeyh. Bir gün olacaq ki, kafir əlin dişləyəcək, barmağın deməyə. Yəqul, ya leytəni, ey kaş. İttəxalsu mə'ər rəsuli səbila. Peyğəmbərin sünnətinə, dəsturuna əməl eləydim. Peyğəmbərə bir oxşarım olaydı. Peyğəmbərlə bir nöqtə iştirakım olaydı. Peyğəmbərə bir oxşarım olaydı. O mənə demişdi, dədə. Peyğəmbər deyir, ənə və əliyyun əbə və hazihil ümmə. Bazı böyük müştehidlər deyirlər, düşün Peyğəmbər deyib, mən ümmətə dədiyəm. O müştehid deydi, demək olar, yəbnə Rəsulillah. Seyid də deyir, deyə bilərsən, yəbnə Rəsulillah. Niyə üçün Peyğəmbər deyibdi, mən sənə dədiyəm. Dədəli hürmətini saxladın, Peyğəmbərin başını ucatdın. Peyğəmbər gələ görə doları yığışdırıbsan, düşmənin arzısını olcuna qoyubsan. Sikkə yığışdırırsan, qızıl yığışdırırsan bazardan. Tohidin gəldiyi olsa, get hamısını tök bazara. Verən də Allah'dır, alan da Allah'dır. Əl-i biyədik, əl-i biyədik, qeyrikə ziyadəti və nəqsi. Və nəf'i və zarri. Hələ sən tohiddə cililəyibsən, qalıbsan. Orada deyir ki, ya leytəni, ittəxadsu mə'ər rəsuli səbila. Sonra deyir, ya veylətə, vay olsun mənə. Leytəni ləm ətəxiz fulanən xəlila. Kəs filan kəsi özümə dost tutmaydım. Mədrəsə başlanır, gör sənin uşağın kimdən gəzək mədrəsədə? O qədər ev var, yələdi. O qədər ev var, strateji tərbiyyətisi yoxdur. Bayəd, nə bayədi tərbiyyətisi yoxdur. Uşağın ondan gəzdi, tamam işdin, tamam hamısı oldu pambıq. Nə qədər çalışıbsın. O birisi, Allah bilir, yevmə tuqalləbu vucuhum finnar. Bir gün olar ki, bunların üzün tutarlar ota, Allah görsətməsin, necə əti tutarlar ota. Yevmə tuqalləbu vucuhum finnar. Otun içində üzlərin söyrərlər o ayna. Bir yana, yəqulunə deyərlər, ya leytana, kinə də gəldi, ey kaş, ey kaş. Ya leytana, ata'nallaha və ata'nər rəsula. Ey kaş Allah'tan itaat eləydik. Daydəmə kainatın yəsi varmış, sahibi varmış, dəsturu varmış, bizi xəlq eləməkdən bir məqsədi varmış, oyun-oyunsağa xəlq eləməmişmiş. Və atanər rəsula, o boyda Peyğəmbər yollayıb. Heç bilmədik Peyğəmbərimiz nə deyib? Adımız oldu müsəlman, şinasnamada yazlar müsəlman. Ayrısını ərz eləyəm. Hətta izə cə'ənə. Allah deyil ki, yetişdi bizim məhzərimizə qal. Ya leytə beyni və beynəkə bə'dəl məşriqeyni fə beysəl qərin. Şöyle bir dənə şeytan bunu boşlamı. Allah bilir, hər şey eyraz elədiyim Qurandan onun kənarına bir dənə şeytan qoymuşuq. Gözlüyümdün o şeytanı görəcəksən.
Üzünə baxanda deyəcəksən, məşrik məğrib qədəri bundan qaçsın. Qaçmaq olar. Sən əməlindir, pəs Peyğəmbər gofd. Bəhri in tərik, vəfatər az əməl nəbəd rəfik. Sən bilmədin, əməlindən qaçmaq olmaz. O ləhzədə ki, bu qatqını qatıysan, cinsi namərruf verəysən, o ləhzəyi ki, rişvəni alıysan, o ləhzəyi ki, qanuni ayağının altına qoyaysan, o ləhzəyi fikir eləysən, bu sənə qeydəcək. Bunun başına bök koydun, peşman oldu, aldı, yapardı, gördü, gəpdi. Sənə bir nalə elədi, sənə bir qarqış elədi, dədvə lənət oxudu, nənvə lənət oxudu. Sənə hələ onu qoyaq qırağa, fikir eləysən, bu bütün əməl sənə qeydəcək. Hər nə də səndən ayrılır, əməl ayrılmayacaq. Əməl bir dənə həqiqəti mütəsərrimdir. Amma bir əsər insanın canında düzəldər, qeyri mütəsərrim bir qoli uləma-i əxlaq. Əməl bir ləhzə var, bir ləhzə yoxdur. Amma təbdil olayı mələkiyə, mələkə sənin canındadır həmişə. Səni boşlamayacaq. İstəyərsən qaçarsan, hara qaçarsan, deyəcək, ey kaş mənlə bu əməlin arasında Boğdəl məşriqeyn olaydı. Fəbeysəl gərin əcəb pis, gərindir, həmnişindir, həmdəmdir, məni bu boşlamayın. O birisi yerdə Allah mütəala deyir, ya leytəhə kânətil qadiyyə. Bu da bir dənə leytə deyir, elə ki, namı əməli verirlər, bunun sağ əlinə. Sağ xeyrə deyər, sol şərrə təbir olar. Namı əməli verirlər sağ tərəfinə, yəni namı əmələ baxanda cürəti xeyr yazılıb. Sədəqə verib zəkatı, zəkatsız adam dünyadan gedir. Vay olsun onun halına. Bir 8 ara qədəri zəkatı məni eləyə. Peyğəmbər deyər, məni yoxun düşmə, mənim ümmətimi yoxun düşmə. O rəhmətdə Peyğəmbər nə qədər ümmətinə rəhməti var. Peyğəmbərimiz o qədər ümmətin qüssəsi yedi. Allah ağır dedi, niyə belə qüssə yeysən? Ki, ümməti verim özəlüvə, yaxşı deyin. Ümmətin hesabını verim özəlüvə. Vələ səvfə yəudikə Rabbukə fətərva. O qədər bağışlayacağım sənin ümməti ki, sən razı olasan, hələ ondan sonra. Gördü bu belə narahatdır. Dedi, veriyəm sənin özünə. Yaxşı deyin, inşeytə. Əgər istəysən, verim sənin əli öz ümmətin hesabını, qiyamət hesab çək. Dedi, yox, Pərverdigara. Qoy bunların hesabı səndə olsun. Əntə ərhəmə bihim minni. Sən məndən artıq ümmətə mehrab varsan. Allah-u Teala döndü dedi, qiyamətin günü la uxzikə fihim. Qiyamətin günü bir iş görəcəyəm. Ümmətin istəyə ki, yaxçı oldu Peyğəmbər hesabı verdi Allaha. Səni qoymayacağım xar olasan bu işində ki, mənə vaqüzar elədin. O boyda Peyğəmbərə neyin eyibsən? O mehribansılıqda Peyğəmbərə nə qəribsən? Oradadır ki, baxaya görə xeyir iş yoxdur. Ya leytəhə kânətil qadiyyə. Ey kaş, ölüm hər nəyi qutarıydı. Ölümdən sonra bir şey olmaydı, bu aləm olmaydı. Bir nəfər mümini incidəsən, mən ada müminən vəlau bir şatr kələmə, Məsələn, istəyə ona deyə uzun qulaq, Allah göstərməsin. İstəyə ona deyə dedi, qalanın demədi. Dediyə, qalanı heç gəlmədi, ona deyə şatr kələmə. O şatr kələmə incən bir incisin, ay qoşun incidən, ay ev əhlin incidən, ay bazarda, idarədə, ərbab-ı incidən. Gör, qutaracağım var. Bir şatr kələmə Peyğəmbər verdi, incisin. Allah yazacaqlar, hava aisun min rəhmətillah. Qiyamətdə şeytan boynunu uzadacaq, deyəcək, elə bil mənə də bir fərəş qapısı var. Vəli bu incidən, yox, bu məyusli Allah'a rəhmətindən. Bəli. Nə söz deyim? Dayı bu xütəni bu cür elə qutaraq. O da budur ki, dadıqaha gedəndə, hələ bilməysən ki, sənin əleyhüvədir. Gərək hökm oluna, təhqiq oluna, axırda hökm çıxanda başa düşək ki, bayatı ona bu məhkumdur. Axirət o cürdür. Gözün ki yumdu, onlara ki Allah məmurları no keçinməyə bundan bir cürdür, əvvəldən hər nəyə başa düşdü. Hər nəyə başa düşdü. Elə ki, sual cavabdan gəldi, ona deyək, su-ül müngələb. Ricil pis gəydəndə, çünki hər nəyə başa düşdü da. Daha bildi ki, axir insan bundan nədir keçinəcəklər. Allahın hökmü yol cürdür.
Bu da biriydi ki de ya leyteha kânetil gâziye ma agna anni maliye haleke anni sultaniye. Evvela servet bana hiç görmedi. Təsəllütüm bütün oradan çıktı. Bir lahzada. Bir de budur ki Allah buyuruyor inna anzarnakum azaben gariba yevme yandurul mer'u ma qaddemet yedahu ve yekulul kafiru ya leyteni kuntu turaba. Allah buyuruyor ben siz insanları bir yoxun azaptan korkuduyor. Bir gün olar ki insan öz əməlinə bakar. O ki ma qaddemet yedahu. Qaddemeden malum elə hər iş görüyor qabaqda gedək. Hamısı qabaqdan gedək. Allah'ın lohunda hamısında hazır olayıq, xəzanəsində amade. Ta o zaman içi can bədəndən çıxsan, qoyalar qabağına. Oo, bir ömrün baxı, məhsuluna. Orada deyir, və yəqulul kafir, ya leyteni kuntu turaba. Ey kaş torpaq olaydım, ey kaş hessad olaydım, ey kaş ayak altına düşeydim, ey kaş ayak altında zəlil olaydım. Ama bu günü görmeydim. Əsən bir zərrə bunun ehtimalın ver. Gör ne kadar adamın bağrı çatlar. Ala yadunnu ulaike ennehum meb'utun li yevmin azim. Yevme yekumun nasu li rabbil alemin. Allah diye bu cemaat hiç mi? Ala yadunnu ulaike ennehum meb'utun. Bir zaman sen meb'ut olacaksan. Hara meb'ut olacak. Ennehum meb'utun li yevmin azim. Çok büyük bir güne. Yevmen yekumun nasu li rabbil alemin. O gün bir gündür ki küldü insanda Allah'ın kabağında dayanır. Orada alacak. Diyecek limenil mülkül yevm. Çok at oynadı dünyada. Decüde kalan mülk burada kimin elindedir? Hiç kes danışabilmeyecek. Alemi elestide insanlar danıştı. Çünkü tezelliye cemal diyorlar. Garibler tezelliye zelal diyor. Allah'ın zelali heybeti koyar. Böyle bir danışa. Yevme la yantıkun. Ve la yuvzenu lehum feya'tezirun. Hâzâ yevmul cem'i cema'nâkum vel evvelîn. فَاِنْ كَانَ لَكُمْ كَيْدٌ فَكِيدُونَ. Allah buraya ne danışmaya icazə var, ne üzr istemeye icazə var. Niye üzre icazə vermeyi? Çünkü bədihide sen kalıpsan. Her ne burada bədihiydi. Bədihide kalıpsan da sana icazə vermezler ki üzr isteyesen. Biri bir tane bədihi xilafı göre onu koyarlar üzrü getirir. Bədihide de ahirette tamam günahkarlar, kafirler başa düşerler ki bədihiyatta bunlar kalmışmışlar. Bundan böyle bedihi olarak şu alemin yası var, sahibi var. Efillahi şek fatırı semavati vel ard. Sonra Allah kıyamette diyecek, şimdi bir çağrı özde kılıncırak çağrı kılabilirsiniz. Leleküm keydün fekidun. Çağrı kılabilirsiniz. Bu da biri, ahirmincisi de tamam. O da bu diyor, ve ci'e yevme izin bi cehennem. Yevme izin yettezekkerul insanu ve enna lehu zikra. Yekulu ya leyteni qaddemtu li hayati. Kıyameti görsen de ey kaş yaşayışıma bir iş göreydim. Ey kaş hayatıma bir iş göreydim. Ay kaş diriliğime bir iş. Yani bura ölümüymüş. Dirilik oraymış. Ve innet dâral âhirete lehiyel hayavan. Hayavan, hayat oradaymış. Ben hayatımı hiç görmemişim. Dünyada da keyfime bakıyorum, görüyorum. Lebistü yevmen o bağlayım. Bir tane hanım. Lezzeti yevmen o bazı yevmene göre Allah'ın rızzetini elden vere. Bu hanıma sen ne diyersin? Bu ya buna bir diyen var bunu. Şerha hamını yüreği yana. Emir Aleyhisselam buraya ve yenbeği ile ehlil isme en yerhamu ehlil zunub. Onlar için ehli ismette, ehli günahtır, o günahkarlara yüreği yansın. Mərhum şahid medeni haddi cari eleydi, ağlaydı. Deydi bana haddi cari eleydi, vuraysan da beni ağlaysan. Deydi ağlayam ki bu niye budur sakit oldu? Niye budur özün zayi eledi? Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad. Allahus samed lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. بسم الله الرحمن الرحيم الحمد لله كما هو أهله
Allahümme salli ve sellem ala seyyidina seyyidel enbiya'i vel murselin ve ala aliyin emiril muminin ve ala Fatıma Zahra seyyideti nisa'il alemin ve alel Haseni vel Hüseyin seyyide şebabi ehlil cennet ve ala Ali ibn Hüseyin ve Muhammed ibn Ali ve Cafer ibn Muhammed ve Musa ibn Cafer ve Ali ibn Musa Rıdal Murtada ve Muhammed ibn Ali ve Ali ibn Muhammed ve Hasan ibn Ali ve Hüccetel Qaimil Muntadır. Allahümme şurna ma'ahum ve zümretihim. Özümü azizleri davet eyleyem. Allah-u Teala'nın takvasına, rızasına, ubudiyetine ve rıdvanun minallahi ekber. Alemde bundan böyle şey yoktu. Alemde. İnşallah sana rıza gözüyle bak. Devletimizden teşekkür eyleyem. Vaziri məxsusən Behtaşlı Dərmandan məxsusən teşekkür eyleyem. Buna göre çi cələsə Şura İdariye Ustan'da təzəkkür verdik. Sistemi irzanı ihya ile ayrı mürad edik. Sistemi irza budur ki müraciət edirsən Pezeshk Ümumiyə. Pezeshk Ümumiyə təşxis versə gedəcəksən mütəxəssisə. O təşxis versə gedəcəksən bimaristana. O təşxis versə gedəcəksən MRA'ya. Misal bu dəstgahlar için çalan həzinəsi var. Əgər qərar ola bu icra olmuyor, dövlət əsla və əbədi edə bilməz Pezeshk Hazine-i Behtaş Dərmanı Keşveri təmin eləyə. Niye eləyəcəm bu tətil olub qalıb? Bu hafta təşəkkür ediyor. Vaziri Behtaş geldi, hazır oldu. Sada və Simada elan elədi ki, bunun əməliyyat başlanıbdır. Yəni bundan bir yana biri istəyən müstəqim mütəxəssisə gedə, hazinəsi pardaqda olmamalıdır. Əgər istəsə müstəqim bimaristana icra olmaz. Pezeshk umumi hər xanavada qəşəbi pezeshk. Bazı pezeshkan umumi vardı. Ben ayrı ustanlara da gidem. O kadar hazik. O kadar hazik. O kadar hazik. Təşxisi o kadar ali. Onlar eğer təşxis verdi, dedi bu ısrar var bu gerekçede, mütəxəssisə gerekçede bimaristana o zaman devlet amadi pəzirayı eləməyə. Ey kaş arzış əfsudiyyədə bir iş görə devletimiz. Arzış əfsudiyyədə azizler bu bir karxana ki düzəlib. Arzış əfsudəsi fövqülədədir ki, onu pardaqt eləyirlər şəhərdarilərə. Ta Umran-ı Abadiyola. Bu karxananı milli puldan düzəldiblər. Bunu arzış əfsud biləysən, bir dənə böyük karxananın arzış əfsudəsi nə qədədir? Neçə min milyarddır. Hamısı tökülü bir dənə ustana. Niyə üçün bunu təqsimi olub ustani? Axı karxana milli puldan düzəlir. Ustani puldan düzəlməyib ki. Mənim pulumla o düzəlir. Arzış əfsudəsi düzədə yetişə o. Niyə hamısı ora bir zülm ediyor. 180 tane nümayəndə bu işi görüb keçmiş zaman. Ay Pezeshkənə dedim, bu sənin təqsirin döz. O nümayəndələrin təqsiridir ki, o zaman gəlib bu işi görüblər. Hər vaxtda istəyirsən bunu təqrir verəsən, gəl məclis təqrir verə. Məclisdə də yekə ustanlar möhkəm dayanır. Deyir, Səfiyyən bəyə, Gicən bəyə, gələn bunu götürən, belə mənə pul tökülür. Getdiksə şikaf beyni ustanayı, nədar, məhrum və barxorda çoxalır. Vaxtət xətər əmniyyətə tərdül olar ya yox. Bu dövlətin təqsiri deyir, dövlətə dedi bu sənin təqsirin deyir. Yəni bunu məclis keçmişdə bu işi görüb. İndi burada ayrı sümür bölgü görə bilər. Düzdür nə layihə gedə, tərhi gedə qaytaracaq məclis. Zirvar getməz. Yəni bu pulu Səfiyyən bəy əlimdən verə. Yolu budur ki, hər yerdən o qədər deyilinə, məxsusən dövlətin tərəfindən tabi gedən məcməy təşxisi məsləhətə, məcməy təşxisi məsləhət, təşxis verə ki, məsləhəti keşvər. Bu deyil, olmaz ki, gələ bu boydana təbiz olun. Əzizlər, bizim millətimiz, əzizlərimiz hamı diqqət eləsin, bazar əhli diqqət eləsin, əhli ticarət, sənət dadısı diqqət eləsin. Təhrimlər ki, Amerika keçmişdə indiyənəcən düzəldiyib, bu təhrimlər ki, Bərzamdan qabaq var idi və Şurayı Əmniyyət götdü, çox yuxarıdır. Amerikanın təhrimi çox yuxarıdır. Binabərin, əgər o təhrimləri ki, Bərzamdan qabaq var idi, mekanizm maaşı ilə gəlsə, təzə şey gələkmiş. Çən bərabərin Amerika qoyubdu. Bunun bir dənə faydası var. O da bir dənə zəncirəvanı yola salalar. Sən gedəsən oradan doları götürürsən, sən gedəsən orada sütkəni götürürsən. Avropa gün kimi bilək. Avropa dəqiqən ümidim bağlayıbdı buna. Avropadan soruşsun bunu gətirəysən, bundan bağlatanın ki, Amerika eləyibdi, bunun faydası yoxdur. Faydası bir şeydir.
Qoy bazarı İranı mültəhib eləyim. İndi səncə şəcaətlə, be eşq vətən, be eşq din, be nam qeyrət, be iman şəcaət, o Avropanın o aqda təh qalmış ümidi ki, ümidin bağlayıb bura. Şan şəcaətlə, bu tarixi vəzifə ilə Avropanın ümidin mübəddəli bir gəlsə də. Diqqət elə bu, bunların axır hərbəsidir. Ağıllı adam tərkəşib boşaltmaz. Və nəyin var sənin? Hər nəyi xəşlədir. Bundan sonra nə iş görəcəksən? Onu eləyə bilərdin, əhrum eləyəsən İranın qabağında. Amma da hər şəhər topun vardı yaptım. Nə təhrim var deyələdin, nə bəndi var idi, Bərzamda hamısını körradın. Bunu da gəldin burada işlətdin. Fəqət bu neçə günü ki, bunlar başlayacaqlar, görəcəksiniz, sel kimi təbliğ eləyəcəklər, təhrim gəlir, təhrim gəlir. Ayıq ol, hadir ol, təzə təhrimdir. Bundan bağlatın, Trump eləyib də. Trump'a qoyub bir dənə bir şey qala. Ona görə ki, bu zəncir rəvani yola salır, zəncir rəvanidə düşmənə qoşulma. Onlar deyəni demə. Kəzab lil mər'i kizbən. Yalan deməkdə əmr eləysən budur. Bəsdir kişiyə ki, hər nə eşitdi, ged onu danışa. Hər nə eşitirsən danışma, düşmənin şayəsini yola salma. Bu neçə aya əxirdə, maşallah, müsabiqat-ı elmidə, vərzişidə bizim cavanlarımız əcəb şahkar elədilər. Nə qədər elmi müsabiqələrdə rütbələri əvvəl oldu, nücumda əvvəl oldu. Nə qədər məyadini vərzişidə, özü də məyadini vərzişidə nə qəşə, nizami ehtiram dayanmaqla pərçəm qabağında, ədai nizami ilə pərçəmin qabağında əcəb iş gördülər ki, axırı bu müsabiqə koşdu idi. Qurur müqəddəs bizim keşvərimizi ihya elədilər. Bu sadə qəziyyə dövrə buna baxma. Əvvələn biz ürəkdən təşəkkür edirik, ürəkdən təbrik edirik. Görsədik ki, bizim zamanlarımızda nə qədər nişat var, nə qədər təhərrük var, nə qədər çalışmaq var, nə qədər istedad var. Cümhur İslamiyyə bu fəxridir, şərəfdir. Onlar hey istəyirlər, bizi təlqin eləyələr. Yaso, əfsudəci bu şeyləri. Amma əcib idi, gördün o pozisyon deydi ki, şeydən şişəsiyə, üff olsun sənə. Öz millətə şikəst istəysən. Əzizlər, Amerika bərnamə töküb qədəm be qədəm İranı bir dənə tuzlu bəllə, lokmə eləyə özünə. Bəl qədəm be qədəm. Qədəmi əvvəl enerji hastaydı, qədəmi dovum, muşahdi, qədəmi sevvum, filan şeydi, çağırın, pəncüm, bunları töküblər. Bu həftər Amerikanın o nadan vəziri xaricəsi 2-ci qədəmi başladı. Elə bildi ki, əvvəl qədəm qutarıb. Enerji həstəydə də İran sıfırıdır. 2-ci başlayaq. Görəysən? 2-ci nədir? Deysənin muşəkin olmayacaq. Nə muşəki durbord, nə muşəki təvəssit, nə muşəki kutahbord. Əcib budur. Nə qədər muşəkin var? Gətir ver bizə. Bah, 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 bah. Nə tamaşalı dünyadır. Düz yəni şahın zamanının kimin ol. Şaha təyyarə verdilər, muşah vermədilər. Çünki bilirlər, muşakin bazılarındakı fövqəladə çox yuxarıdır. Ona görə deyirlər, sən də şahın zamanında olacaqsan. Şahın zamanında şahın vaxtı muşak yoxdur. Nə oldu? Hər iş gördülər. Bütün şahadəylə, bəhrəylə istiqlal verir. Bütün deyirlər, sistem əl-üstəni bu cür elər. Bəxşi əzəm verəcəksin. Bütün deyirlər, Araratı 800 kilometren yallah ver Atatürk'e geçsin. Bütün deyirlər, Şərqi Keşverdə dəşdina umidi boşda qoy geçsin Əfqanlılara. Bütün deyirlər, Ərvəndi verər ağa, şahda nə versin? Şahın əlində nə var idi? Hesat. Şahda tamaşa elədi, heç. Təciyə İranı da dalbadal imzalaydı. Adını da qoydu, Tovşiyə Mulukanə. Əcib budur, əcib budur, əcib budur. 1350'də bizim tarixinə Bəhrə müstəqil olandan sonra İranda cəşni tutdular. Ay Allah, ay Allah, ay Allah, ay Allah. Cəşni tutdular ha. Əsədullah ələmdə yandım, külüm çıxdı. Məmləkət xatirasında yazıyor, vəziri dərbarıdır şahın. Xatirasında yazıyor, İran həcciyə olubdu. Bizə deyilər, cəşni tutun şah bu boyda əzəmətli işi gördü. Gör bundan böyük fövq olar. Gör bundan böyük net olar. Min yaşayasan səni, Cumhuriyet İslami. Ki bunların hamısını işəsin gətələdi. Bir vəcəb torpaq ala bilərlər Cumhuriyet İslami'dən. Cəşni tutdular. Ondan sonra hey, sistan
Bir dənəsi fəqət sənə deyəm. Sistan Bəluchistanın məmləkətəsini der, yallah sən böyük məmləkətsən, bunu verəcəksin. Əsədullah Ələm xatirətini yazır, dedim şaha, bu işi görmə, bu xəyanətdir, üzün gəri olacaq tarixdə. Dedi, tövşih-i mulukanəni pəs alan verəm. Bəh. Deyə Allah lənət eləsin Hüveydaya. O imzaladı, mən imzalamadım. İndi bilirsən Hüveyda niyə eydam oldu? Ha, bunları deməzlər sənə. Deyim, mən ağladım. Mənə dedi, vəzir də vardı. Dedi, niyə ağlayırsan? Dedim, niyə ağlamayayım? Elə bil ətimi kəsiblər, iti qabağına atıblar. Şah döndü mənə bir söz dedi, elə bil dünya başıma fırlandı. Dedi, bizim dəramədimiz nə qədərdir Sistandan? Dedim, 40 milyon. Dedi, 40 milyona cənc eləyər. Yandım, külüm çıxdı. Bu məmləkətin, torpağın bu boyda şah gəlib bununla müqayisə edir. Bir vəzərinə qiymət qoymaq olmaz. Tez çıxdım, gəldim otelə. Oteldə istədim istefamı yazam, gördüm istefa ilə iş rast gəlməz. Götürüb xatıratını yazıb, biləysən, yazaydı, yollaydı, rupiya deydi, mən öləndən sonra bunu müntəşir elərsiniz. Bir zaman müntəşir eləyin ki, Pəhləvidən də heç kəs qalmayıb. 1350-də də bu öldü, o hududi 10 il qalanda İngilabı öldü, sonra Avropada müntəşir elədilər bunun xatıratını. Orada götürüb yazıb, mən bu cümləni, o səltənət ərəblər ki, bu günlər gürül deyilər, onlara təqdim eləyəm bunu. Götürüb xatıratında yazıb. Yazıb, tofu bərto ey, şərx-i gərdun tofu. Fələkin üzünə tüpür eydin, tüpürcə yoxsun sana. Tofu bərto ey, şərx-i gərdun tofu ki, bu əzəmətdən məmləkəti gör hansı ərzəllərin əlinə salırsan. Mənim məmləkətimin torpağı gəlir qiymətlə müqayisə edir. İndi o vəziri xariciyyəcə nə deyəsən? Deyək ki, yallah, gətir, müşahələrin hamısını ver. Doğrudan Nirvay Müsəlləhə deyən bərəkanla, bir də deyən bərəkanla, bir də deyən bərəkanla. Şurayı Aliyə Əmniyyət-i Milliyə deyən bərəkanla, bir də deyən bərəkanla, bir də deyən bərəkanla. Cavab verdilər o vəzir xariciyə. Nə cür cavab verdilər? Əvvəlin var İran bir dənə muşək bəsyar پیچیده ناشناخته مجهول 10.000 kilometr. Biləysən gedib hara çatı? Buradan İsrailə 2000'dir. 10.000 kilometr. Mən ağay Hacızadiyə dedim, bunu suxtunardan düzəldiysən. Tuzu götdü dedi, tuzda. 10.000 kilometr, yəni qarrapeyma. Qarrapeyma fəqət bir Çində var, bir Rusiyada var. 10.000 kilometr. Özdə çox piçidə. Fəqət bunu atanda göydə bu nəcür oyun çıxardırdı, nəcür rəddi salıb göydə. Fəqət onu İran müntəşir elədi. Ta bilələr bu, qıqqılıqqəqə o bir şeylərdən deyir bu. İndi əlan tamam canları düşüb can paya. Ona görə bu cür cavab verəsən. Maşallah bu izzətə, maşallah bu iqtidara. Qəzzədə iki şey qabilir təvəccühdür. Biri budur ki, Qəzzə əhlinin hər nəyin əlindən alıblar, amma bunlar təslim olmayı. Acib bir millətdir. Acib bir millətdir. Acib bir millətdir. Behzatda qalmayıb ki. İkincisi budur ki, bu bəla ki, bu çətinlik ki, bunların gəlib başına, Tufan-ı Əqsadan gəlib. Bunları Tufan-ı Əqsanda tərrahi elən Hamas. Biri bir kələmə Hamasın əleyhinə danışmaya. Allah, Allah. Əvvəl danışqahı aləm gərək gələrlər, əyləşi bunu təhqiq eləyərlər bu iki mövzunu. İlləti nədir? İlləti tevhid, illəti qeyrət dinik. Bizim Peyğəmbərimiz əzəmətli sirəsi ilə Həzrəti Məsumin icazə verməyiblər. Bu ki, Allah bilir, vəlillahil izzətu və rəsulühü və lil-müminin zahiri xəbərdir, batini inşadır, batini dəsturdur. Rivayətdə var, Allah deyir, hər nəyi sənə tapşırdım, bəndəm. Ama zilleti sana tapşırmadım. Hakkın yoktu zelil olasan. İnnallâhe favvada ilel mu'min umurehu kullaha ve lem yufavvad ileyhi en yekûne zelîlâ. İndi burada gəl kimi təhsil eləyəsən, amuzda şu pərvəriş, bak, başdan ey. Kilas-ı dərs başdan ey. Sahasiliye cədid başdan ey. Amuzda şu pərvəriş. Biz səndən istədiyimiz səndəndir bunlar. Əvvəl kəsi ki, gərək Qəzzədə təhsil eləyəsən, Qəzzənin müəllimləridir. Qəzzənin bir müəllimi Hüsarrani eləyir. Deyib, bu nəsli biz tərbiyyət eləmişik. Gör nə söz deyib ya, deyib, nəhnur Rabbeynə, bax.
نحن ربينا جيلا لا يعرف الاستسلام يقاتل لا يستسلم واقفون ثابتون صامدون. Belə bir nəsil tərbiyyət eləmişim. Ki bu nəslin nəzən ədəbiyyata təslim olmaq yoxdur. Cəng eləyəcək, təslim olmayacaq. Vakifdir, dayanıb, sabitdir, sübutu var, samitdir, müqaviməti var. Dünənlər bir dənə bir ittifaq ki, bəşəriyyətə nəncdir, bəşəriyyətə ardır, bəşəriyyətin alnı kölgəli elədi, bəşəriyyətin başını aşağı saldı. Məlum oldu ki, mələklər Allaha niyə deymişlər? Və nəhnu nusəbbuhum bihamdik. Bu ki, sən xalq eləysən, yəsfikud dima və nəhnu nusəbbuhum bihamdik. Allaha dedi, bax bu qan tökəcək ha. Dünənləri Amerika 15 dənə Şurayı Əmniyyətin sazmanlarının üzvü var. Bir dənə qərarda bağladılar, qətinamə düzəltdilər ki, Qəzzədə da cəng bəs. Aclarından öləylər, yollar açılsın. Uşaqlar dərilərdə çıxıb, dəri gedirdi, üstünü çıxıb çölə. Day bəs, qoy bunlara çölə satsın, su satsın. Sənci də burada qutarsın. Day nə istəyirsən, hər yeri şoxumlayırsan. Bu yaxçıdır ya pisliyi. 14'ü dedi bu yaxçıdır, ay verdi. Amerika veto elədi. 35 ilin içində azı hududu 90 dənə qətinaməni ki, cinayətlərinə veto eləyib. Ay müzakirə eləyən, bilsin sən tərəfsən. Cənavara rəhmət, yırtıcı heyvanlara rəhmət. Baba yırtıcı heyvan birini öldürər, ikisini öldürər, üçünü öldürər. Gör, tez elən Trump'ı da içine tanıya, işi qutar. Yəni, hər nə vur, şoxumla dağıt. Hamas ölsün. Hamas alır hər bir nəfəri Qəzzə Hamasdır. Hamas bir fikirdir. O fikri sən düzəltdin burada. İndi Allah'a panaparı yox. Məlum oluyor buradan sistemi sazımanı millər. Daha cavab vermir. Sazımanı millər nəyə düzəltlər bir emtini? Buna gəl tutuyan, gün qabağa tuturlar. Məzlumların dadına çatan ola. Məzlum dövlətlər, zəif dövlətlər ayaqlanmıyor. Vaxtı heç faydası yoxdur bunun. Körəti minib köndələn çapacaq deyəcək. Mənəm göydə talağan. Nəcür olar? Bunu nəyə saxlayırsan? Pul nəyə xəşlənir burada? Belə üzvidi, nə qədər 190, nə qədər məmləkət orada üzvidik. Bunu nəti pul verirlər orada. Nəticəsi nə olur? Əsən orada oturmağın xurucusu nə olur? Məlum olur bir təzə sistem gərək düzənə. Təzə sistemi Amerika qoyar. Asla və əbəda boynu yoğun, alıb əlinə çomağı əlindən verər sənə. Təzə sistem o zaman düzələcək. Allahın izni ilə bu tezlikdə o Allah için bəşəriyyətə qeyrəti var. O Allah için bəşəriyyəti bu aləmi hətmən aqibəti xeyr eləyəcək. Əgər aləmi aqibəti xeyr olmasa kainat tamam ləğv olar. Be dست مصلح جهانی آغاز صوح و العصر و الزمان. İnşallah tərrahi olacaq. Bir demədə o 57 məmləkət yığışdı, Qətərə ondan danışıyorum. 50. Mən burada dedim bu cür olacaq, çıxıyla xərət baş yaşağalı olacaq. 57 məmləkət əyləşdi Qətərdə. Ki İsrail gəlib vırıb, təhqir olub, zəlil olub, qapazı başına vırıb Qətərin 57 məmləkətə əyləşib orada istəyirlər təslim tutalar. Biri eləyənmədi ya. Cürətli bir kəsərli bir söz deyə, hamısı bunun qorxusundan. 57 məmləkətin içində tənha rəis cumhur iki, tənha məmləkət iki, keşvar iki durdu ayağa, bazılarında təhrələri verdi. Təhdid və səkfi mütalibəni İranidir. Bu bereketi khune şuhadadır. Bu bereketi Cumhuriyet İslami'dir. Bu istiklal budur. Hakimiyet milli budur. Şecaat budur. İrade sahibi olasan bu dünyada budur. Özde Amerikanın kamile haberi var idi. Neçə gün qalanda
bir dənə tweet verdik Trump. Oradan dedi ki, bir dənə bir yerə həmlə eləyəcəyəm, mənim qabağımı, bir iş görəcəyəm, mənim qabağımı heç kəs tuta bilməyəcək. Biri dedi, Yəmənə həmlə eləyəcək, biri dedi, Lübnana həmlə eləyəcək, biri dedi, Misrə həmlə eləyəcək, biri dedi, Suriyə, biri dedi, Araqa, biri dedi, İrana, Çindən getər çıxdı. Mənim sözüm buradadır. Dedi, mən bir adamam ki, mənim qabağımı heç kəs tuta bilməz. Bu iddiaya uluhiyyətdir. Düz Firon deyəndi bu söz. Firon dedi, ma alalekum min ilahen gayri. Məndən sonra Allah'ız yoxdur, Allah'ız mənəm. Baba, bu nişanı bunun ve islah məst olmağıdır, cünun-i əzəmət ki bunu tutub, bu bunu yıxar. Bu sadə sözdür, bu söz deyib ya Allah'ın qabağında dayanmaq, iddiayı uluhiyyət eləmək, qabağımı heç kəs tuta bilməz. Buna gərək bir yola kənarında dayana. Ki diye ki la radde li emrillah fe izâ câe eceluhum la yestâhirûne sa'aten ve la yestakdimun. İlahi la radde li ma faalt, la mani'e li ma faalt. Allah-u Teala'nın kabağına Hazreti Musa, Allah Musa'ya dedi ene budduken lazım. İnsanın bir tane çaresi var, o da mənim. Ben sizden istəyəm bunu. Bir şey doğumda əli qalxız cüvə. Bir gün yoktu ki ben bunu deməyəm. Denen Allahümme ente buddiyel lazım. Allahümme ente buddiyel lazım. Allahümme ente buddiyel lazım. Allah benim çarem ki o çare gərək ola o sənsən. Səndən sonra çarem yoxdur. Kim eləyə bilər Allah'ın iradəsinin qabağında dayana. O cür də oldu ya gətərə həmlə elədi şikəst yetdi. Gördün? Məniyyət o cürdür yıxar yerə. İndi konferansından sonra gəzət bütöbürə evdi aləm İslami. Ərəb qeyri-ərəb. O kadar əsaban ediler. Ehsas eləylər müsəlmanlar burada təhqir oldu. Külli aləm İslam yığışdı. Bir təslim tuta bilmədi. Bir təslimi ki İsraili pəşiman eləyə. İndi yeri göy iradət və İran doldurub. Hər məmləkətin gedib baxırsan saytlarına, kommentlərine. Hamı deyil ya. Kəm ətəmənnə ləv kunt İraniyən. Kəm ətəmənnə ləv kunt İraniyən. Nə qədər arzumuzdur ki biz İranlı olaydık. Yani burada geldiler, buna bakanda bu cümleni diyem tamam eləyəm. Adam bakanda bu konferansa, ki orada beləncə başlarına əyirlər, əyləşiblər. Veya əsabani eləyərlər Amerikanı. Padişah, şahlıqları xətərdədir. Orada şahın zamanı adamı yadına düşək. Orada da bizim hükümət bücür zəlilidir Amerikanı qabanda. Həzrət İmam dedi, mənim bağrım çatdığı görüyəm şah. Necə Carterin yanında büzülüdür. Qeyrətə bax. İndi şahın zamanında geldiler. Hey destur vereydiler. Yallah bu işi gör, yallah bu işi gör, yallah bu işi gör. Şah da hey herraz vereydi. Rıza Xan'la oğlu hey herraz verdi bizim torpağa. İndi çok zalim söz sana arz eləyəm. Qutarın bu axır sözündür. İndi bu nəsli cədidi Allah'tımağa gəlirlər. Şahın əslini salıylar şiç paltarına. Deyirlər görəysən. Doldururlar her görünə şiç puşdi. Görəysən nə şiç. Nəsil zamanı görməyə baxayım. De görünə şiç puşdi. Bir tane şiç puş şahımız var idi bizim. Yerin torpağı olsun. Şiç puş şahın başına ki iradəsi şiç olmaya, ki öz məmləkəti, öz torpağın öz izzətini saxlaya. Torpaq, hər rəza verdi torpaq. 8 il biz dəfa-i müqəddəsdə bir dənə zəngi cahani bizə təmin oldu. Torpaq ala bildilər? Yox. Bu 12 gün zəncilə Allah'ın da olsun NATO-la biz zəncilədik. İsrail nə ədəddir? İsrailin nə vəzni var? Teknoloji NATO tamam qabağımızda. 2 dənə qüdrəti atomik axırda bir ləzzət torpaq ala bildilər. Sən libas-ı şiklə istəysən millətimizi alladasan, bu ihanətdir. Bizim milletimiz çok ayıqdır yazın ki sen şiç libasdan gələsən, ne deyəsən, bax, görünə şiç arvadının, görünə şiç paltarı, özü məzhəki amma xəstələyibsən bundan, öz zərərvədir bu.
Hamakete bak bu opozisyonu karşıda keşver. Amerika'ya deyik, ne kadar eyleyebilirsen İran'a tahrim koş. İsrail'e de yalandan deyik ki, İran'ın vazifələri yallah həmlə elə. Amerikanı təsisat həstəyə həmlə eləməkdə təşviq eləyik. Qulaq asa, özdə də İranlı ama mekanizmi maaşlarının fəal olmağını o çuvar çobalayıblar. Ki bu işi gör, 13 gün zəncidə o qədər İsrail'e deyidilər, dayanma, dayanma, dayanma. İsrail'e deyidilər, adi adam eyni ibarətlərdir, adi ama öyle qoyulsun, vır, dayanma. Elə ki atəşməs oldu, küstülər İsrail'dən. Sən niyə bunu saxlaşdırdın? Gedib divarın rüdbənin yanında başına o börkçü qoyubdu, kəsminlə yapışdırırlar. O börkçüdə börk bir zərrə deyəsən, baxanda deyəsən onun başında niyə düşmək yerə, onun kəsmi var. Kəsmi ilə başına qoyuyək, ta elan-ı səhyunistiqlər eləyə, sonra gələ müsəlman məmləkətə şah ola, bu həftə laf öz abırlarını töhdülər. Bu həftə öz müşavirlərini yolladılar İsrailə. Gedin o xanavadələr ki, İranın bombaranı ilə o səhyunistlər ki, ölübdi. Cəhənnəmə vasıl olub, tümbətin düşüb, gedin onlara bizim tərəfimizdən təsliyyət deyin. Deyin, başı sağ olsun. Ey Xuda, şükür olsun Allah-u Teala ki, bu nümrə əşxas Cumhur İslamının qabağında gəlib durub istəqət ələmi. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad. Allahus samad. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad.